Salam değerli izləyicilər, krediti olanlar və kiminsə kreditinə zamin duran şəxslər çox vacib bir məlumatı diqqətinizə çatdırıram. Qısa bir xəbərdir, ancaq öncə burada üstəgəl işarəsinə vuraq, değerli izləyicilər, ki digər vacib məlumatlardan da xəbərimiz olsun. Həmçinin YouTube və Instagram kanallarımıza da abunə ola bilərsiniz. Değerli izləyicilər, kreditə görə kredit götürən və yaxud da zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi və bu hansı hallarda mümkündür? Bax, bundan danışacağıq. Deməli, böyük məbləğlərdə kredit götürərkən banklar zamin tələb edir və borclanan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir və kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib və kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? İqtisadçı ekspert Əkrəm Həsənov Xəzər televiziyasına bildirib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmə imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyulması mümkündür və ekspert bildirir ki, yalnız üzürsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu artıq üzürlü səbəb sayılır. Qeyd edək ki, kredit müqavilələrində zaminlə pulu götürən şəxsin öhdəlikləri eyni hesab edilir.